Salam değerli izləyicilər, Mossad Tehranda təhlükəsizlik kameralarını nəzarətə götürübmüş. Çox şok detallar var, çox vacib məqamlar var bu xəbərdə. Zəhmət olmasa burada üstə gəl işarəsi görürsünüzsə, deməli hələ də kanalımıza abunə deyilsiniz və üzərinə vuraraq abunə ola bilərsiniz. İsrailin Mossad Kəşfiyyat Xidməti Tehranın video müşahidə kameraları şəbəkəsini qıraraq uzun illər ərzində Xamneyini deməli izləyiblər və bu barədə Financial Times nəşri kəşfiyyat xidmətindəki mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, kameralardan əldə edilən görüntülər sayəsində Mossad mühafizəçilərin ünvanları, iş qrafikləri və onların kimi qoruduqları barədə ətraflı məlumata sahib olub. Kameralardan biri isə agentlərə, cangüdənlərin Xamneyinin iqamətgahına gələrkən şəxsi avtomobillərini harada park etdiklərini belə görməyə imkan verib. Və qeyd olunur ki, biz Tehranı Yerusəlimi tanıdığımız kimi tanıyırdıq. Əgər bir yeri, böyüdüyünüz küçəni tanıdığınız kimi yaxşı tanıyırsınızsa, yerində olmayan tək bir şeyi belə dərhal hiss edirsiniz. İsrail kəşfiyyatının rəsmisi bax belə bir açıqlama verib. Bundan başqa Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin də daxili mənbələrdən son dərəcə vacib kəşfiyyat məlumatları əldə etdiyi bildirilir. İranın rəhbərliyi haqqında böyük həcmdə məlumatı analiz edən İsrailin süni intellekt vasitələri ilə birlikdə bu mənbə də Xamneyinin vurulduğu görüşə qədər onu izləməyə imkan verib. Mossad rəsmilərinin hücumu aylarla planlaşdırdığı və ali liderin yerini təsdiqləyən məlumat əldə etdikdən dərhal sonra zərbə endirdikləri bildirilir. Belə ki, müharibə başlayacağı təqdirdə Ayətullahın bombaya davamlı yeraltı sığınacağa köçürülməli olduğundan gözlənilməzlik effekti yaratmaq üçün İlk zərbələrdən biri məhz onun olduğu yerə endirilib. Hücum zamanı İranın digər yüksək rütbəli milli təhlükəsizlik rəsmiləri binanın başqa bir hissəsində olublar.